Mən Sevinç Məmmədxanlı, Bakıda yaşayıram. 17 yaşım var. 11 il tam orta təhsil qurtarmışam. Universitetdə imtahan vermişəm. Hüquq fakültəsinə qəbul olmuşam. Hüquqşünas olmaq istəyirəm. Mən ingilis dili kursuna başlayanda əslində müəyyən bir levelim var idi. Yəni beginner deyildim, intermediate falan idim. Amma yəni özümü ifadə eləyəndə bu qədər səlis danışa bilmirdim. Proqrama, kursa qoşulandan sonra daha yaxşı olduğunu düşünürəm. Mənim əslində kursum bitibdir. Mən 14 ay qoşuldum. 1-2 ay və özümdə çox irəliləyiş gördüm. Hal-hazırda kursum bitibdir, amma gələn il yenidən qoşulmağı da düşünürəm. I want to answer this question in English because showing my English skills. It is clear to everyone if someone doesn't speak English frequently, it will be forgotten. So I recommend please turn English a part of our life, watching films, reading books, and speaking someone in English. Bəli, biz zaten qoşulanda buna bizə güzəştlər də eləmişdilər. Biz paket şəklində qoşulmuşduq. Yəni arada belə endirimlər də olur. Məncə qiymət cəhətdən də çox uyğundur. Ən komik anını əslində mən yaşamışam. İlk müəllimə mən qoşulanda görüntüsünü bir qadın kimi olmuşdu, amma səsinə baxanda biraz kişi səsi gəlmişdi və tam belə ayırd eləyənməmişdim. Hətta sonra lokal ofisdən də maraqlanıb soruşmuşduq. O da demişdi, yəni həyatımda ilk dəfə belə geri dönüş alıram. Yəni bir ay müəllimlə danışmışdım, amma cinsiyyətini bilməmişdim. Az gülməli idi əslində. Mən də özcümən deyə cavablayardım. Çünki artıq sinifdə ya da hər hansı bir yerdə ingiliscə danışanda özümü daha rahat və daha özgüvənli hiss eləyirəm. Elə də düşünürəm ki, insanlara ən çox qazandırdığı şeylərdən biri də özgüvəndir. Mən hal-hazırda Teen Wolf-a baxıram. Məncə ingilis dilini inkişaf etdirmək çox yaxşıdır. Onu önərirəm Teen Wolf. Yeni başlayanlara bunu demək istəyirəm ki, qətiyyən müəllimlə danışanda çəkinməyin, utanmayın. Mən zaten sizin səviyyənizi hiss eləyəndən sonra sizə hər şey daha yaxşı aydın izah eləməyə başlayacaq. Çəkinməyin, yəni özgüvənli olsunlar. Özgüvənli olduqdan sonra daha yaxşı öyrənəcəklər. 10 verirəm, həqiqətən çox bəyənirəm. 10 puan.